Salam aleyküm xanımlar və cənablar. Daha doğrusu sabahınız xeyirli olsun. Bugün artıq 11 fevral 2026-cı ildir. Səhər sübh tezləndir. Saat 8-ə 8 dəqiqə işləyib və mən sizinlə belə bir mövzu haqqında bölüşmək istəyirdim. Bu mövzunun adı lənət və rəhmət. Diqqət edin. Lənət və rəhmət. Bu anlayışlar nədir? Bu anlayışlar mən sizinlə bölüşmək istəyirdim və sizin dahi IQ-vizlə, dahi ilmivizlə öz konsepsiyamı bölüşüb və sizdən bir yardım qismində məlumatlar götürərdim. Bu annotasiyaydı. İki mövzu nə ilə bəhs edəcək? Onun gibi bana tartışsaydı, lənət və rəhmət. Mesela insan yaradıcıdır. Yaradıcı deyəndə əsasən bizim ağzına nə gəlir? Yaradıcı deyəndə hansısa bir rəssamlıq, musiqi, ya poeziya, şiir, ya ədəbiyyat, filologiya, ədəbiyyat sahəsində, təsvir incəsənət sahəsində, musiqi sahəsində belə bir şeylər, anlayışlar bizim zehnimizə gəlir. Amma bu insanın maddi cəhətdə yaradıcılığıdır. Diqqət edin. Bu insanın maddi cəhətdən yaradıcılığıdır. Amma insanın həqiqi cəhətdən bir vaxt maddiyyat, bir vaxt həqiqət. Maddiyyatla həqiqəti biz qatışdırmamalıyıq. Bu mütləqdir. Çünki maddiyyatın öz qanunları var. Həqiqətin öz qanunları var. Yəni, burada, məsəl üçün, biz dərinə girsək, maddiyyatda, kvantı dərinə girsək, biz həqiqəti görə bilərik. Qismən görə bilərik. Tam yox, qismən görə bilərik. Hətta kvanta girə bilsək, kvant fizikasına. Bunun üçün də insan həqiqət aləmini yaradıcıdır. Yaradıcı. Siz nə üçün? Baxın, mən həmişə demişəm, bu mənim konsepsiyamdır. Mənim nəzərimdə ölüm deyilən bir məhfum yoxdur. Qocalıq deyilən bir məhfum yoxdur. Xəstəlik deyilən bir məhfum yoxdur. Xəstəlik də var. Amma həqiqət aləmində bu fiziki xəstəlikdən fərqlənir. Qocalıq yoxdur. Qocalığın kamal və tənəzzülü var. Bütün bunları yaratmaq üçün insan nə etməlidir? İnsan çalışmalıdır ki, bu düşüncəyə, bu konsepsiyaya gəlib çıxsın. Bunu nə üçün gəlib çıxıb? İnsan nə üçün? İnsan ümumi söhbətdə sizlərə aid deyil. Sizlər hər bir cəhətdən kamilsiniz. Sadəcə bu mənim düşüncəmdir. Onu insan deyə vurğulayıram. İnsan nə üçün kamala çata bilmir? İnsan nə üçün məqsədə çata bilmir? Birinci, nöqtə 1. İnsan məqsədini düzgün qoymur. Maddə. Fəqət maddə. Fəqət maddə. Bu vəzifəni əldə edeyim, bu maddəni əldə edeyim, bu düşüncəni əldə edeyim, bu məqama çatım. Fəqət maddə. O olmalıdır. O icra olmalıdır, o şamil olmalıdır. Amma həqiqət aləmində ki, özünə təhsil edir ki, və maddi aləmində o nə olsun, ishar olsun. Əks halda o maddə ishar olan deyil. Olsa da naqis olacaq, olsa da lənət olacaq. Rəhmət və lənət. Biz hər birimiz öz məqsədimizə yaşayırıq, öz hədəfimizə yaşayırıq. Fərq eləməz, o hədəf naqisdir, o hədəf kamildir və o hədəfi biz özümüz təsis edərək yaradırıq. Bax, buna deyək yaradıcılıq. Bax, buna deyək yaradıcılıq. Bu müqəddimə bitdi. İndi keçən mövzuya. Mövzu bundan ibarətdir. Bizim məqsədimizə qeyd etdiyim ki, müqəddimədə çatmaq üçün bizə nə lazımdır? Rəhmət. Rəhmət nədir? Rəhmət bərəkətdir. İnsan yaşayış zamanında onu bərəkət əhatə edir. Yəni, bərəkət faydalanmaq, fayda. Budur bərəkətin mənası. Mən belə idrak edirəm, belə təsis etmişəm. Rəhməti olandan sonra, Allahın rəhməti olandan sonra mən rəhməti
Sırf Allaha baxıram, çünki bunun başqa isbatları da var, çoxlu isbatlarım var. Bu rəhməti əldə etmək üçün mütləq bərəkəti zənginləşdirməlisən. Bərəkəti necə zənginləşdirə bilməlisən? Öz əməlinlə. Öz əməlinlə sən bərəkəti zənginləşdirmək ki, rəhmət daha da qalxsın. Rəhmət daha da yüksəlsin. Bərəkət fayda əhatə edəndə səni, rəhmət də qalxır. Bol-bol. Buna deyilə zənginləşmə. Buna deyilə əsl zənginləşmə. Yox, əgər ki, əməllərin bir nəsə naqis oldu, təbii ki, bərəkət də yavaş-yavaş səndən ixrac olunur. İxrac olanda da demək, sənə tətbiq olunur rəhmətin azalması, rəhmətin geriyə götürülməsi. Rəhmətin geriyə götürülməsi həmən adlandırılmış lənətdir. Bu İsra surəsi 11-ci ayədə var, 17-ci 11-ci ayədə səhv eləmirəmsə, orada ki, pis dua etməyin. Bir-birimizə. Pis dua həmən qarğışdır. Biz qarğış deyirik ki, pis dua etməyin bir-birimizə. Yəni, çalışın bir-birimizə yaradıcılıq dua edin. Xoş yaradıcılıq dua edin. O dua ki, sizin mənim kiməsə etdiyim yaxşılıq duanın əvəzində bir məhsul gəlsin. Hə, o məhsul tək ona tətbiq olunmur, o məhsul mənim özümə tətbiq olunur. Ki, o insan, hansı ki mənə pis edən insan, uzaq olsun lənətdən. Demək, buradan anladıq ki, lənət, rəhmətin azalması nəticədir. Bu, rəhmət də bərəkətin çoxalması deməkdir. Mən sizlərə hər zaman bərəkət və rəhmət diləyirəm və hər zaman lənətdən uzaq, fəzilət və şərafətə yaxın olmağı sizlərə diləyirəm. Salam olsun sizə, sabahınız bir də xeyirli, gününüz bir də bərəkətli, müqəddəratınız huzurlu keçsin. Selamun aleyküm və rəhmətullah və bərəkatuhu.